Sufi dünyasında heç kimin bilmədikləri ağılla deyil, qəlblə dərk olunur. Onlar buna sirrin sirri deyirlər. O bilik kağızda yox, ruhun yaddaşındadır. Gəlin sizə həmin gizli qatları danışım. Sadəcə oxuma, hiss et. Birincisi, Tanrı sənin içində nəfəs alır. Sufilərin gizli inancı budur. Sən Tanrıdan ayrılmamısan. Sadəcə bunu unutmusan. Onların dediyinə görə insan Allaha gedən yol deyil, Allahın özünü dərk etdiyi yoldur. Yəni sən bir damla dənizdən çıxmamısan. Sən dənizin özüsən, amma bunu damla olduğun üçün unutmusan. İkincisi, nəfs şeytan deyil, yanılma formandır. Sufi baxışında nəfs pis deyil, sadəcə qorxudan yaranmış təbəqədir. Nəfs sənin uşaqlıqda qorunduğun divardır. O səni qoruyur, amma eyni zamanda həqiqi səni içəridə saxlayır. Sufi bu divarı dağıtmaq yox, onu sevgi ilə yumuşaltmaq yolunu seçir.